Səməndər Əliyev artıq 7 ildir Marneolinin Mədəniyyət Mərkəzində Saz Dərnəyinə rəhbərlik edir. Dərnəyə 11 yaşdan qəbul var. Burada Marneolinin hər bir gürsəsindən şagirdlər təhsil alırlar. Aşıq Səməndər deyir ki, saz sənətini mənimsəmək şagirdin qabiliyyətindən asılıdır. Uşaq ola bilsin 1 aya, ola da bilsin 4 aya bu sənətin dərinliklərini mənimsəyə. Mənim elə özüm uşaqlıq vaxtının Aşıq Kamandarı çox izləyirdim. Elə onun kasetlərini qoyurdum, onunla mən bəhrələnirdim. İnan ki, mən çörək də yemirdim, onun kasetlərinlə maraqlanırdım. Elə o vaxtdan da mən elə bu sözə çox marağım oldu. Sonra da mən Aşıq Nurəddinin yanına qoydu, apardatdım. Elə ondan, bax, oradan elə, bax, bu saza sözə mənim çox marağım oldu. Neçə ki, imkanım var. İndi belədir də, mən də yaşadı olacağım bir insan vaxt. Hələ ki, imkanım var, öyrədəcəm inşallah Allahın iznilə, yəni tələbələr yetişdirəcəm. Bəli, Sadaqlıdan var, Dəmiyə Göraxından var, ondan sonra bizim Göraxıdan var, Qırıqlı kəndindən var. Hər yerdən də gəlirlər, İmirdən var, bax, belə-belə hər yerdən də gəlirlər, yəni. Mən 2 il gəlirəm, 20-25 dənə hava bilirəm. Havalar Dubeytidir, Dilgəmidir, Naxçıvandır, Ruhanidir, baş sarteldir, belə çoxlu havaları bilirəm. Gələcəkdə saz sənətində, toylarda və özüm də müəllim olub uşaqlara dərs keçməyi istəyərəm. Və 6-7 ildir bu saza gəlirəm. Mənim ən çox bəyəndiyim hava baş sarteldir. Nəyə görə sevsən onu? Pərdələri vuranda səssiz adı yaxşı çıxır və xoşda olan çalıram. Aşıq sənəti Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Bu sənət aşıqlar tərəfindən sazın müşayiəti ilə ifa olunan poeziya və musiqinin vəhdətindən ibarətdir. Aşıqlıq sənəti təkcə bir musiqi janrı deyil, həm də söz sənətinin, folklorun və xalqın mənəvi dünyasının ifadəsidir. 2009-cu ildə Azərbaycan aşıqlıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. Bu isə aşıqlıq sənətinin dünya mədəniyyəti üçün əhəmiyyətini vurğulayır.